Sizin üçün ən sadə informasiyanın ölçü vahidindən mürəkkəbinə doğru izah edəcəm. Təbii ki, bu qısa videolar şəklində olacaq. Başlayaq. Yəni təməl, birinci bildiyimiz kiçik bitdir. Yəni bizim əgərəm 8 bitimiz olmalıdır ki, 1 bayt etsin. Yəni kiçik bit, ondan sonra gələn isə baytdır. 8 bit informasiya 1 bayt informasiya bərabərdir. Burada mən bu 8-i 2-nin qüvvəti şəklində, 2 üstü 3 şəklində yaza bilirəm. Gəlin də hesablamaya gedək. Əgər mən kiçik informasiya ölçüsündən, yəni buradan ölçü vahidindən böyüyünə keçirəmsə, bu zaman bölürəm. Yəni deyirəm 24 bit neçə baytdır? Əgər bunu tapmaq üçün 24-ü nəyə böləcəm? Bitlə baytın arasında olan məsafəyə, yəni 8-ə. Böləcəm 8-ə, tapacam ki 3 bayt. Yox, əgərlərim tərsinə, məsəl üçün mənə verib ki 5 bayt informasiya neçə bitdir? Bu zaman vuracam. Əgərlərim böyük informasiya vahidindən kiçiyə keçirəmsə, bu zaman vuracam. 5-i vuracam. Bunların arasında olan ölçüyə 8-ə. Bu da eləyəcək 40 bit.